CD hissəsi törəmələri haqqında danışmaq istərdim. Ümumiyyətlə götürsək bizə iki qrup xəstə müraciət edir. Yəni CD hissəsində törəmə olan xəstələr iki qrupa bizdə bölünür. Böyük törəmələr və xırda törəmələr. Əsasən də burada xırda törəmələrdən danışmaq istərdim. Çünki bu qrup xəstələr daha şübhə altında yaşayırlar. Nəyə görə? Elə bu günlərdə bir xəstəm olmuşdu. Xəstəyə hardasa dekabr ayında adi ultrasəs müayinədən keçəndə demişdilər ki, CD hissənizdə 1 santlıq törəmə var. Və bunu götürmək lazımdır. Mən elə başa düşdüm ki, tam ətraflı məlumat almamışdı və uroloqun konsultasiyasına getməmişdi. Ancaq radioloqdan aldığı bir məlumat idi. Və bu xəstə 4 ay sonra yadına düşdü ki, belə bir şey aşkarlanmışdı və gəldi yanımıza. 3 ay ərzində bu xəstənin törəməsi hardasa yarım santı böyümüşdü. Bu qrup xəstələrdə ən qorxulusu nədir? Çünki bu törəmələr yaranır, böyüyür, amma tam şikayətsiz. Yəni ki, heç bir şikayət olmur. Elə bil adi həyatdır, amma müəyyən vaxt keçəndən sonra törəmə böyüdükcə CD hissəsinin divarını zədələyir, travma yaradır və adi CD-yə gedəndən sonra həmin o törəmə təzyiq etdiyi divarlarda qanaxma yaradır. Və yenə də o qanaxma gözə görünməz bir qanaxma kimi sayılır. Yəni ki, xəstə onu görmür. Ancaq bu törəmə çox böyüyəndə, hətta CD hissəsinin hansısa başqa bir divarlarına keçəndə və əlbəttə xəstələrdə şikayətlər başlayır. Ağrılar, yandırmalar, göynəmələr və s. Risk qrupları var. Risk qrupları kimdir? Siqaret çəkən adamlar, bu qrup ən risk altında olan bir qrupdur. Əgər siz siqaret çəkirsinizsə və kimdəsə ailədə müəyyən onkoloji diaqnoz, xəstəlik olubdursa, hətta CD hissəsi xərçəngi olubdursa, siz mütləq ildə 2 dəfə müayinələrdən keçməlisiniz. Ən azından CD hissəsinin ultrasəs müayinəsindən. Amma yenə də CD hissəsi xərçənginin müəyyən növləri var ki, onlar törəmə formasında olmur. Yəni ki, orada şiş deyil. Amma CD hissəsinin divarının içində müəyyən dəyişikliklər edir və ultrasəs müayinə ilə müayinə metodları bitmir. Çünki CD hissəsini MRT də bizə müəyyən məlumatlar verir, hansısa bir proses haqqında və sistoskopiya dediyimiz bir metod var. O bizə məlumat verir. Yəni ki, CD hissəsinin içinə belə deyək, kamera ilə baxaraq biz tam olaraq hansı diaqnoz olduğunu təxminən araşdırıb deyə bilərik. Və lazım olan momentdə ya biopsiya götürüb, ya o törəməni tam şəkildə, endoskopik şəkildə götürə bilirik.